Herkese salam, kanalıma və yeni videoma xoş gəlmisiniz. Temudan bir müddət öncə bağlamam gəlmişdi. Gəlin aldığım məhsullara bərabər baxaq. Bir neçə dənə aksesuar götürmüşdüm. İlk olaraq bu üzükdən başlamaq istəyirəm. Bu üzüyü şəkildə görərkən çox bəyənmişdim, amma şəkillə heç bir əlaqəsi yoxdur. Həm də ki, bir neçə gün sadəcə istifadə elədim və qaraldı. Yəni görüntüsü də uşaq üzünə oxşuyur, sanki heç bəyənmədim. Daha sonra belə bir qolbaq götürdüm. Bunu isə çox bəyəndim. Amma Bakıya gedərkən özümlə götürmüşdüm. Qayıdarkən qoyduğum yerdən əsla tapa bilmədim. Nə qədər axtardımsa, ona görə də qolbağı çox sevdiyim üçün yenidən sifariş verdim. Daha öncə Trendyoldan sifariş verdiyim sıraların üstündə belə bir qolbaq gəlmişdi. O qolbağı çox bəyənmişdim, amma sınmışdı. Ona görə də ona oxşar bu qolbağı tapdım Temudan və bunu aldım və həqiqətən də çox bəyəndim. Bunu isə bacım götürübdü. Bu çantasının sepi qırılıbdı. Onu düzəltmək üçün bir alətdir. Bilmirəm tam olaraq nədir. Belə bir dodaq balmı sifariş verdim. Ses şəklindədir bunlar. 10 dənəlidir və 5 rəngdən ibarətdir. Mən ümumiyyətlə dodaq balmı çox istifadə edən biriyəm. Hətta yeyirəm deyə bilərəm. O dərəcədə çox istifadə edirəm. Ona görə alanda da ən azı 10 dənə, 15 dənə götürürəm. Həm də bunlar dodağa rəng verirlər azca. Çəhrayı tonlarında rəng verirlər, amma çox az pomada effekti vermirlər. Yəni mənim üçünsə bu çox yaxşı bir şeydir. Çünki mənim dodaqlarım çox soluq rəngdədir. Qolumda da swatchlayıb göstərmək istədim. Buradakı kimi belə açıq, yəni çox az rəng verirlər dodağa. Daha sonra sweatshirt götürdüm. Bunun qiyməti çox ucuz olduğu üçün çox yaxşı keyfiyyətdə gözləmirdim. Açıq, amma inanılmaz dərəcədə çox yaxşı keyfiyyəti var. O qədər yumuşaq, rahat bir sweatshirtdir ki, arxasındakı kiçik ürəklərdən ibarət böyük ürək şəkli də çox məncə qəşəng görsənir. Son olaraq isə belə bir dəst götürdüm. Bayaqki sweatshirtü də bunu da XL razmerində götürdüm. Əynimə böyük oldular, amma bu məni heç narahat eləmədi. Çünki materialları o qədər yaxşı, yumuşaq, rahatdır ki, içində özümü çox rahat hiss edirəm. Bir də pijamada mənim çox xoşum gəlməyən bir şey ayaqları, qolları bəzən çox qısa olur. Çünki mənim ayaqlarım, qollarım uzundur və bunlar tam mənim istədiyim kimidirlər. Üstündə isə canım övladlarımın şəkli var. Daha sonra belə bir video var. Mən bu videonu 2 ay olar çəkərəm, amma yadımdan çıxıb qalıb orada. Ona görə bu videonun həm də qısa olduğu üçün bu videonun arxasına editləmək istədim. Bunu mama üçün götürmüşdük. Nazik belə bir palto istəyirdi, amma yenə də razmerini çox böyük götürdüyümüz üçün biraz əyninə böyük oldu. Amma qaytarmadı, dərziyə vermək qərarına gəldi, amma hələ də verməyibdi. Yəni verəcək. Mən burada geyinib göstərirəm, mənə daha da böyükdür, çünki razmerim deyil. Amma qiymətinə görə mən materialının yaxşı olduğunu fikirləşirəm. Aşağı hissəsi biraz külürtdür, üstü də biraz parıltılıdır. Belə hələlik bu qədər. Kanala dəstək olmağı, bəyənib abunə olmağı unutmayın, zəhmət olmasa.